Daha önəmli detal isə odur ki, bu hüquqi tədbir biz Yusufa belə tədbir öyrətdik ifadəsi ilə ilahi təsdiq alır. Əgər Allahın qanunları dəyişməzdirsə və Yusufun dövründə oğruluğa görə cəza fiziki deyil, sosial məsuliyyət formasındadırsa, bu zaman əl kəsmək ifadəsinin Məhəmməd Peyğəmbərin dövründə fiziki kəsim kimi şərh edilməsi ziddiyyət doğurur. 4. Əl kəsməyin hüquqi mənası sosial məhrumiyyət və cəmiyyətlə əlaqənin qırılması. Əl kəsmək ifadəsi yuxarıda qeyd olunduğu kimi məcazi mənada, yəni hüquqi və sosial məhrumiyyət formasında başa düşülə bilər. Bu mənada cəzanın məqsədi oğrunun hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması, zindana salınması, yəni azadlıqdan məhrum etmə və ictimai fəaliyyət imkanlarından uzaqlaşdırılması və s. ola bilər. Müasir hüquq sistemlərdə bu cəza cəmiyyətlə sosial əlaqənin məhdudlaşdırılması, məsələn, azadlıqdan məhrum etmə və ya hüquqdan məhrum etmə formasında həyata keçirilir və bu, Quranın tövbə və islah prinsipi ilə uzlaşır. 5. Ayənin davamı tövbə və islah. Əl-Maidə 39. Kim tövbə edər və islah olarsa, Allah onun tövbəsini qəbul edər. Bu ayə 38-ci ayənin hüquqi və mənəvi kontekstini genişləndirir. Əgər oğruluq edən şəxsin əli fiziki olaraq kəsilirsə, onun sonradan islah olub cəmiyyətə faydalı şəkildə qayıtması ciddi şəkildə sual altına düşür. Əli olmayan bir insan necə işləyəcək, necə məsuliyyət daşıyacaq, necə çörəyi qazanacaq və cəmiyyətə inteqrasiya edəcək? Əgər cəza islah edici deyilsə, bu Quranın ər-rəhmə, yəni rəhm, əl-ədl, yəni ədalət və əl-əf bağışlama prinsipləri ilə uyğun gəlmir. Bu baxımdan ayənin məqsədi şəxsə fiziki zərbə vurmaq deyil, onu cəmiyyətdən müvəqqəti ayırmaq və islahına şərait yaratmaq kimi dəyərləndirilməlidir. 6. Hüquqi və təfsiri ənənənin kontekstual nəzərdən keçirilməsi. İslam fiqhində əsasən literal təfsir üstünlük əldə etmiş və bir çox hüquq məktəblərində əl kəsmək hökmü fiziki şəkildə tətbiq edilmişdir. Lakin bu hökmün tətbiqi tarixi baxımdan çox məhdud və istisna hallar şəklində həyata keçirilmişdir. Bu da göstərir ki, müsəlman cəmiyyətləri bu hökmə şərti və ölçülü yanaşma sərgiləmişlər. Müasir hüquq nəzəriyyəsində cəza yalnız qorxutmaq və əzab vermək məqsədi ilə deyil, həm də önləyici və islah edici məqsədlə həyata keçirilir. Qurandakı ayələrin tövbə və islah vurğusu bu baxışla uyğunluq təşkil edir. Nəticə, yuxarıdakı təhlillər əsasında aşağıdakı nəticələrə gəlmək mümkündür. Əl kəsmək ifadəsi ərəb dilində həm literal, həm də metaforik mənaya malikdir və Quranın digər ayələri kontekstində bu ikinci mənanın üstünlüyü aydınlaşır. Quran Allahın qanunlarının dəyişməzliyini və əvvəlki səmavi sistemlərlə uzlaşmanı əsas prinsip kimi təqdim edir. Yusuf Peyğəmbərin dövründə oğruluğa görə cəzanın fiziki yox, sosial məsuliyyət daşıdığı qeyd olunur. Tövbə və islah prinsipi fiziki əzab cəzasının məqsədə uyğun olmadığını göstərir. Müasir hüquq və sosial ədalət prinsipləri ilə müqayisədə bu ayənin metaforik hüquqi təfsiri daha əsaslı görünür. Bu səbəbdən Əl-Maidə 38-ci ayədəki əl kəsmək hökmünün fiziki deyil, sosial hüquqi və metaforik cəza kimi anlaşılması həm Quranın daxilindəki kontekstdə, həm də müasir hüquqi və əxlaqi dəyərlərə daha uyğun interpretasiyadır.